Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Almanların Ağıllı Çoban adlı nağılını danışacağam. Çox qədim zamanlarda Qaf dağlarından da uzaq bir ölkədə ağıllı, gənc bir çoban yaşayırdı. Hər suala o qədər ağıllı və müdrik cavablar verirdi ki, şöhrəti bütün qonşu ölkələrə yayıldı. Onunla tanış olmaq üçün uzaq ölkələrdən ziyarətçilər gəlməyə başladı. Gənc çobanın şöhrəti yaşıl çayın o tərəfindən böyük krala qədər gedib çatdı. Kral bütün əyanları, alimləri toplayıb gənc çobanın həqiqətən də deyildiyi kimi ağıllı olub-olmadığını soruşdu. Bu bir əfsanədir. Alimlər deyilənlərə inanmadıqlarını bildirdilər. Gənc bir çoban, dünya görməyən, təhsil almayan bir kəndli bu qədər savadlı və ağıllı ola bilməz. Lakin kral bunu öz gözü ilə görüb, qulağı ilə eşitmək istəyirdi. Çobanı sarayına çağırıb dedi. Sənə 3 sual verəcəyəm. Əgər üçünə də doğru cavab versən, sənə çox böyük hədiyyələrim var. Doğru cavab verməyə çalışacağam, kral. Çoban dedi. Otağa dərin bir səssizlik çökdü. Uçan milçəyin vıyıltısı belə eşidilirdi. Söylə görüm, gənc çoban, dənizdə neçə damla su var? Hörmətli kralım, bu suala cavab verə bilərəm. Bunu hesablamaq çox asandır. Amma əvvəlcə sənin dənizinə tökülən bütün çayların qabağını bağlamaq lazımdır. Çayların ağzı bağlanmazsa, damlaların sayı hər an artacağına görə hesablamaq mümkün deyil. Sən çayların ağzını bağla ki, mən doğru saya bilim. Kral biraz düşünüb başını buladı. Bəli, bu cavabın çox ağıllı və məntiqlidir. İndi keçək ikinci sualımıza. Göy üzündəki ulduzların sayını mənə söyləyə bilərsənmi? Bəli, hörmətli kral. Amma əvvəlcə mənə bir kağız və bir qələm verməlisiniz. Kralın adamları dərhal böyük kağız, mürəkkəb qabı və qələm gətirdilər. Kralın alimləri maraqla çobanın hansı üsulla sayacağını gözləməyə başladılar. Amma çoban ulduzları bir-bir saymır. Kağızın üstünə kiçik nöqtələr qoyurdu. Axırda böyük kağız toz boyda nöqtələrlə dolu idi. Budur kralım. Göy üzündəki ulduzların sayı bu kağızın üstündəki nöqtələr qədərdir. Sizin alimləriniz bunu artıq asanlıqla saya bilər. Kral sayıla bilməyəcək qədər çoxlu nöqtəyə baxırdı. Gənc çobandan getdikcə daha çox xoşu gəlirdi. Gülümsəyərək dilləndi. İkinci suala da gözəl cavab verdin. Gəl keçək son suala. Sonsuzluğa neçə dəqiqəyə çatmaq olar? Hörmətli kral, uzaq Pomeraniya ölkəsində hündür bir dağ var. Bu dağ əslində nəhəng almaz yığınından əmələ gəlib. O qədər böyükdür ki, atla ətrafında ancaq 7 günə dövrə vurmaq olar. Bu hündür dağa hər 100 ildən bir balaca quş gəlir və dimdiyini dağa sürtərək itələyir. Bax bu quş dimdiyi ilə bu dağı dağıdıb yox edəndə sonsuzluğun birinci dəqiqəsi başa çatacaq. Afərin sənə çoban, sən mənim bütün alimlərimdən daha savadlı və biliklisən. Ölkəmin yarısını sənə verirəm və səni vəliəhdim elan edirəm. Bugündən sarayımda yaşayacaqsan. Ölkəni də birlikdə idarə edəcəyik. O gündən sonra kralla çoban ölkəni birlikdə idarə etdilər və bu yer üzərində ən xoşbəxt əhalisi olan ölkəyə çevrildi.
Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.